Salam uşaqlar, biz bugün kvadratik funksiyalar haqqında sizin üçün misal nümunələri göstərəcəyik ki, daha yaxşı başa düşəsiniz və özünüz digər sualları ətraflı və sərbəst yazasınız. İlk öncə birinci sualdan başlayırıq. Deməli, birinci sualın həllinə baxırıq. Deməli, sual belədir. Bizdə verilənlərə baxaq. Deməli, deyir ki, y bərabərdir ax kvadrat, çıxaq bx plus 7 funksiyası üçün y mənfi 3 bərabər 10 olarsa 3a plus b cəmini tapın. Deməli, mənfi 3 burada x-in qiymətidir, 10 isə funksiyanın, yəni y-in qiymətidir. Onda yazırıq 10 bərabərdir mənfi 3-ün kvadratı, yəni 9a plus 3b üstəgəl 7-yə. Buradan 7-ni sola keçirsək 3 bərabərdir 9a plus 3b-yə. Hər tərəfi 3-ə bölsək 1 bərabərdir 3a plus b. Yəni 3a plus b 1-ə bərabər olur. Cavab C variantı olur. Sonra növbəti suala baxırıq. İkinci sualın həllinə baxaq. Deməli, deyir ki, funksiyalardan hansı kvadratik funksiyadır? Bir-bir baxırıq. A variantı, bəli, kvadratik funksiyadır. B variantı, məxrəcdə dəyişən varsa bu kvadratik funksiya deyil. C variantı, məxrəcdə dəyişən var, bu kvadratik funksiya deyil. D variantı, kvadratik funksiya deyil. Məxrəcdə dəyişən var. Y variantı, məxrəcdə dəyişən varsa bu kvadratik funksiya deyil. Ona görə cavabımız A variantı olacaqdır. Üçüncü sualın həllinə baxırıq. Baxaq görək bizə nələr verilmişdir. Deməli, funksiyanın qrafik üzərində apsisi ordinatına bərabər olan nöqtəni tapın. Apsis x-dir, ordinat y-dir. Yəni, x y-ə bərabər olmalıdır. Onda biz y-in yerinə x yazaraq davam edək. Deməli, hamısını bir tərəfə keçirək. Soldakı x-i də sağa keçirsək, x kvadrat çıx 6x plus 9 bərabər 0 alarıq. Bu bizə x çıxaq 3-ün mötərizə kvadratını verir. Kvadratı 0-dırsa, onda x minus 3-ün özü də 0-a bərabərdir. Buradan alırıq ki, x bərabərdir 3-ə. X 3-dürsə, ordinatı apsisinə bərabərsə, y də 3-dür. Cavabımız 3, 3 nöqtəsi D variantı olur. Dördüncü suala baxaq, deyir ki, funksiyanın qrafiki üzərində apsis ordinatının əksi olan nöqtəni tapın. Yerə demək olar ki, eyni sualdır. Apsis ordinatın əksidirsə, yəni x mənfi y olmalıdır. Və yaxud da hər tərəfi mənfi 1-ə vursaq, y mənfi x-ə bərabər olar. Onda y-in yerdə mənfi x yazırıq. Hamısını sağa keçirək. Bu bizə x minus 4-ün kvadratını verir. Buradan alırıq ki, x 4-ə bərabərdir. Y isə x-in əksidir, deyən mənfi 4 olur. Cavab 4, mənfi 4. C variantı. Beşinci suala baxırıq. Deyir ki, 2-5 nöqtəsi bu funksiyanın qrafik üzərində olarsa, parabolanın təpə nöqtəsinin koordinatlarını tapın. Yəni, M2-5 nöqtəsi bu deməkdir ki, x-i 2, y-i mənfi 5-dir. Yazırıq, mənfi 5 bərabərdir 2-nin kvadratı 4, çıx 2b, çıx 5. Burada 5-lər
islah olur, -5'lər. 2b bərabər 4, b də 2 olur. B2-dirsə bizim funksiyamız y bərabər x kvadrat çıx 2x minus 5'dir. Parabolanın təpə nöqtəsinin koordinatları m və n-dir. Onda yazıram m bərabər -b böl 2a. N bərabər 4ac çıx b kvadrat böl 4a. Mənfi b -2'dir. Böl 2a-da 2 vurur 1. Cavab 1'dir. 4ac. Yəni 4 vur -5 vur 4 vur 1 vur -5 -20 çıx 4 böl 4. Bu da -6 edir. Parabolanın təpə nöqtəsinin koordinatları 1 -6'dır. Cavab A variantı. Yeddinci sualın həllinə baxırıq. Deyir ki, funksiyanın qrafiki apsis oxunu -1, 0, ordinat oxunu 0, -4 nöqtəsində kəsir. B-ni tapın. Deməli, əvvəla birinci C nöqtəsinə görə yazaq. X-in yerinə 0 yazsaq, Y-in yerinə -4, C -4 olar. Sonra X-in yerinə -1, Y-in yerinə 0 yazsaq, 0 bərabərdir 1 çıxaq B. Üstə gəlsə, yəni -4 çıx 4. B bərabərdir -3. Məsələn, burada 9-cu sual var. Deyir ki, funksiyanın qrafikına aid deyil. Birinci verilən x-i qoyun yerinə, x-in yerinə. Məsələn, Q 1, 2 verib. X-ə 1 verəndə 0 edir y. Ona görə 1, 2 doğru deyil. Sonra məsələn, B variantda x-ə 0 verəndə y -1 alır, doğrudur. Yəni, bu formada yoxlayırsınız. Keçək 11-ci sualın həllinə. Baxaq. B-nin hansı qiymətində funksiyanın qrafikinin təpə nöqtəsinin apsisi 1-ə bərabər olar? Təpə nöqtənin apsisi uşaqlar m-dir, m. Yəni, -b böl 2a 1-ə bərabər olar. Onda çarpaz vuranda b bərabərdir -2a-ya. Yaxşı. İndi b-nin yerində elə b durur. B bərabərdir -2 vur, a da -1'dir. Hasil deməli müsbət 2-yə bərabər olur. Cavab B variantı. Belə bir sual verib, ax kvadrat plus bx plus c funksiyanın qrafik nəticə münasibətlərdən hansı doğru deyil? Əgər qollar yuxarıdırsa, A müsbətdir. Y oxunun kəsdiyi nöqtə C nöqtəsidir, C müsbətdir, yuxarıda kəsdiyi üçün. Apsis oxunu kəsmir, deməli diskriminant mənfidir. Deməli, baxırıq ki, Y-dən sağda yuxarıya gedir, B müsbətdir. Sonra təpə nöqtənin apsisi M soldadır. M mənfidir. Ordinatı N müsbətdir. İndi baxıram A variantına. C bölək A müsbət olmalıdır, mənfi verir. Doğru deyil, elə cavab A variantı doğru deyil. B variantı A müsbət doğrudur. C-də B müsbətdir, doğrudur. Diskriminant mənfidir, D variantı. B kvadrat çıx 4-əsi doğrudur. Y variantı C müsbətdir, doğrudur.
15-ci sual. Şəkildə verilən parabola hansı funksiyanın qrafikidir? Baxırıq ki, parabolanın ümumiyyətlə tənliyi y bərabərdir a vuraq x minus m-in kvadratı plus n-dir. İndi baxıram ki, m 2-dir. Burada parabolanın təpə nöqtəsinin apsisi m 2-dir. N isə mənfi 3-dür. S də mənfi 1-dir. İndi həmin nöqtədə, bax bu nöqtədə y mənfi 1-dir. S həm də y deməkdir o nöqtədə. Y mənfi 1-dir, x-i 0-dır. Çünki həmin nöqtədə y s-yə bərabər olur. Deməli, 0 mənfi 1 nöqtəsidir. İndi biz parabolanın tənliyində, gəlin parabolanın tənliyi yazaq. Y bərabərdir a vuraq x çıx 2-nin kvadratı minus 3-dür. Y-in yerinə mənfi 1, x-in yerinə 0 yazıb a-nı tapacaq. Deməli, mənfi 1 bərabərdir a vuraq 0 çıx 2, mənfi 2 kvadratı 4 çıx 3. 2 bərabərdir 4-aya, a da bərabərdir 4-də 2, yəni 2-də 1-ə. Bunda parabolanın tənliyi 2-də 1 vurulsun, x çıx 2-nin kvadratı minus 3. Bu da bizə verəcəkdir D variantını. Baxırıq 16-cı sualın həllinə. Deməli, sual belədir. Funksiya üçün f0 1 olarsa, f1 0 olarsa, f mənfi 1 3 olarsa, a kvadrat plus b kvadrat plus c kvadrat cəmini tapın. Deməli, x-in yerinə 0 yazanda funksiya 1 qiymətini almalıdır. X-in yerinə 0 yazanda elə c qalır. Onda c 1-ə bərabərdir. Sonra x-in yerinə 1 yazanda funksiya 0 olmalıdır. Deməli, x-in yerinə 1 yazanda a plus b üstə gəl c, yəni 1 bərabərdir 0 olmalıdır. X-in yerinə mənfi 1 yazanda funksiya 3 olmalıdır. Mənfi 1 yazanda olur a çıxaq b üstə gəl 1 bərabərdir 3-ə. İndi bu ikisini sistemə alıram. Tərəf-tərəfə toplayırıq. Olur 2a üstə gəl 2 bərabərdir 3. 2a bərabərdir 1, a bərabərdir 2-də 1. A 2-də 1 oldu, C 1-dir. İndi biz buradan B-ni tapaq. Deməli, A 2-də 1-dirsə, 2-də 1 üstə gəl 1, 2-də 3 plus B bərabər 0. B də mənfi 2-də 3-dür. İndi kvadratlar cəmini istəyir. 4-də 1 üstə gəl 4-də 9 üstə gələk 1. 4-də 10, o da 4-də 4, 4-də 14. Bu da 3 tam 10-da 5 nedir? On 17-ci sualın həllinə baxırıq uşaqlar. Deyir, funksiyanın qiymətlər çoxluğunu tapın. Kvadratik funksiyanın biz dedik ki, qiymətlər çoxluğu x kvadratın əmsalı, yəni a, müsbət olarsa n-dən müsbət sonsuzluğadır. Məsələn, f olacaq n-dən müsbət sonsuzluğa. Yəni, x kvadratın əmsalı müsbət 1-dir deyə ona görə. N-i də tapa bilərik. Ya tam kvadrata ayırmalıyıq, ya da n-i tapa bilərik. N 4ac çıx b kvadrat böl 4a düsturu ilə tapılır. Yəni 4 vur 1 vur 19 76 çıx 4 böl 4. 76-dan 4 çıxanda 72-ni də 4-ə böləndə 18 eləyir. Deməli, qiymətlər çoxluğu YF
olur 18-dən müsbət sonsuzluğa. Cavab C variantı. On doqquzuncu sualın həllinə baxaq. A-nın hansı qiymətlərində funksiyanın qrafiki absokunu iki müxtəlif nöqtədə kəsir? Əgər funksiyanın qrafiki absis oxunu iki müxtəlif nöqtədə kəsirsə, bura x1, digər nöqtə x2 adlanır. Deməli, bunun iki müxtəlif həqiqi kökü var. Onda diskriminant böyük 0 şərti ödənməlidir. Ona görə biz bu bizə verilən funksiyanın diskriminantını böyük 0 götürməliyik. Burada A bilirsiniz ki 1'dir. B'nin yerində A durur. C'nin yerində də 36 durur. Onda diskriminant B kvadrat çıxaq 4AC olduğu üçün böyüdür 0 olmalıdır. A kvadrat çıxaq 4 vur 36 144 böyüdür 0. Vurğulara ayırırıq. 144 12'nin kvadratıdır. Bir dəfə olur A çıxaq 12 vurulsun A üstə gəl 12 böyükdür 0-dan. Ədəd oxu çəkirəm. Söhbət A-dan gedir. Mənfi 12 ilə müsbət 12-ni qeyd edək. Və almır, içi boş. 12-dən böyük bir ədəd, tam ədəd deyək, 13. 13 çıx 12 müsbətdir, 13 plus 12-dən müsbətdir. Onda bu aralıqdakı qiymətlər hasili müsbət, mənfi müsbət olur. Böyük 0 dedik üçün müsbət aralığa baxırıq. Onda yekunda cavabımız A daxildir. Mənfi sonsuzluqdan mənfi 12-yə birləşsin 12-dən müsbət sonsuzluğa. Deməli, cavab Y variantı olur. Yirminci suala baxırıq. Deyir ki, A-nın hansı qiymətlərində funksiyanın qrafiki absok ilə kəsişmir? Əgər absok ilə kəsişmirsə, yaxşı, qrafik bu şəkildə ola bilər. Deməli, bunun həqiqi kökü yoxdur. Onda diskriminant kiçikdir 0 şərti ödənməlidir. Yəni, A 1-dir, B adı C 49-dur. Yəni, B kvadrat çıx 4AC kiçikdir 0 olmalıdır. A kvadrat çıx deməli 196 kiçikdir 0. Vurğulara ayırsaq A çıx 14, A plus 14 kiçikdir 0. Ədəd oxu çəkirik. Mənfi 14, müsbət 14-ü qeyd edirik. 14-dən böyük bir tam ədəd 15 versək, bura müsbət, mənfi müsbət olar. Kiçikdir 0-dan olduğu üçün buranı ştrixləyirik. Cavab A daxildir. Mənfi 14, müsbət 14 aralığına. C variantı. Iyirmi birinci suala baxaq. Parabolanın təpə nöqtəsinin koordinatlarını tapın. Parabolanın təpə nöqtəsinin koordinatları uşaqlar M və N-dir. Absoku, təpə nöqtənin absisi M-dir. Mənfi B böl 2A düsturu ilə tapılır. Təpə nöqtəsinin ordinatı isə N-dir. Deməli, N də 4AC çıxaq B kvadrat bölək 4A düsturu ilə tapılır. Mənfi B 8-dir. 2 vur mənfi 2, mənfi 4-dür. Cavab 2. 4 vur mənfi 2, vur mənfi 11. Müsbət 88. Çıx B kvadrat, yəni 64 böl 4A. Yəni mənfi 8. Bu da bizə verir 24 böl mənfi 8. Yəni mənfi 3. İndi bizdə parabolanın təpə nöqtəsinin koordinatları birinci həmişə M yazılır, ikinci N yazılır. 2 mənfi 3 B variantı.
23-cü suala baxırıq. Funksiyanın qrafiki verilmişdir. Münasibətlərdən hansı doğrudur? Qollar yuxarıdırsa A müsbət, Y oxunc kəsdiyi nöqtə C nöqtəsidir. C yuxarıdadır müsbət. Y-in sağında yuxarıya gedibsə onda B müsbət. Apsoxun iki yerdə kəsir. Onda iki müxtəlif həqiqi kök var. Diskriminant müsbət. Parabolanın təpə nöqtəsinin apsisi M soldadır deyən mənfi. Parabolanın təpə nöqtəsinin ordinatı N aşağıdadır deyən mənfi. İndi münasibətlərdən hansı doğrudur deyir. B bölü 2A mənfidir. B müsbətdir, A müsbətdir. Nisbət mənfi ola bilməz. Bu doğru deyil. B kvadratə çıxaq 4AC. Diskriminant sıfırdır. Xeyr, diskriminant sıfırdan böyükdür. B də deyil, A da deyil, B də deyil. A plus B plus C bərabər 0. Bunu deyə bilmərik. C bölək A mənfidir. C müsbətdir, A müsbətdir. Onların nisbəti mənfi eləməz, müsbət eləyər. Y variantı AC bölü B müsbətdir. Deməli, AC müsbətdir, B də müsbətdir. Nisbət də müsbət olar. Y variantı doğrudur. Baxırıq 25-ci sualın həllinə. Deyir ki, funksiya üçün f1 böyüdür 8, f -1 böyüdür -2 şərti ödənərsə, A üçün hansı münasibət doğrudur? Deməli, x-in yerinə 1 yazırıq, böyük götürürük 8-dən. X-in yerinə 1 yazsaq olur A plus B üstəgəli 1 böyüdür 8. X-in yerinə -1 yazıb, böyük götürürük -2-dən. -1 yazanda isə A çıxaq B plus 1 böyüdür -2-dən. İndi biz bunu tərəf-tərəfə toplasaq, belər islah gedir. Buradan alırıq 2A plus 2 böyüdür 6-dan. 2A böyüdür 4-dən. Hər tərəfi 2-yə bölsək, A böyüdür 2-dən. Cavab C variantı olur. Baxırıq 28-ci sualın həllinə. Parabola hansı funksiyanın qrafikidir? Baxırıq ki, əvvəla x1 -1-dir, x2 2-dir. Onda bizim funksiyamız belə olar. Fx bərabərdir, ya y bərabər olsun. Burada y veriblər. Deməli, y bərabərdir. A vuraq, x minus x1, onda x plus 1, x minus 2 şəklindədir. Burada baxıram ki, C nöqtəsi üstü, həmin C nöqtəsi biz demişik, həm də y deməkdir. 0, 3 nöqtəsidir bu nöqtə. Çünki y oxun kəsdiyi nöqtədə x 0 olur, y 3-dür. X 0 olduğu üçün elə y C-yə bərabər olur, yəni 3-ə. Hər ikisi 3-dür, C də y-dir. İndi yazıram y-in yerinə 3 bərabərdir. A vurulsun. X-in yerinə 0 yazıram. 0 plus 1, 0 çıx 2. Buradan 3 bərabərdir -2A-ya. A da olur -2-də 3. Yəni -1/5. Onda funksiyamız y bərabərdir A vurulsun. Yəni -2-də 3 vurulsun. X plus 1, x minus 2 olur. Bu da cavab B variantı olur. P və Q parametrlərin hansı qiymətlərində -10.5 və -4 nöqtəsi parabolanın təpə nöqtəsi olar. Parabolanın təpə nöqtələri M və N-dir. Yəni, -B bölü 2A bərabərdir M-ə. Yəni, -2.5 bərabərdir B-nin yerində P durur, böl 2A. Yəni, 2 vur 1. Çarpaz vuranda P bərabərdir 5-ə. P tapıldı. İndi, P-ni tapıbsansa, gətirib x-in yerinə yazıb Q-nü də tapa bilərsən. Əvvəla P 5-dirsə, yazıram
y bərabərdir. Daha doğrusu parabolanın təpə nöqtəsi olması. İndi n-in üstünü yazıram. N bərabərdir. Yəni -4 bərabərdir. 4ac, yəni 4q çıx b kvadrat, yəni çıx p kvadrat böl 4a, yəni böl 4. İndi yazıram. -4 4-ə vururam. -16 bərabərdir 4q çıx 25. 4q bərabərdir 9-a. Q də bərabərdir 2 tam %25-ə. Deməli, P 5 olur, Q 2 tam %25 olur. Bu da D variantı olur. Otuzuncu sualın həllinə baxaq. Y bərabərdir x kvadrat plus px plus 9 parabolanın təpəsi OX oxu üzərindədir. Parabolanın təpəsi OX oxu üzərindədir. P parametri hansı qiymətlərində parabolanın təpə nöqtəsi apsisi müsbət olar? Yəni, parabolanın təpə nöqtəsinin apsisi m müsbət olsun. OX oxu üzərindədirsə, yadınızda saxlayın. M müsbətdir. Amma apsisi oxu üzərindədirsə n sıfırdır. Parabolanın təpə nöqtəsinin apsisi OX oxu üzərində olarsa, ordinatı sıfır olur. İndi n müsbət olsun. Yəni, birinci n bərabər sıfıra baxaq. Yəni, 4ac 4 vur 1 vur 9 çıx p kvadrat böl 4a bərabər 0 olsun. Yəni 36 bərabər p kvadrat eləyəcək yuxarıda. P də müsbət -6 eləyəcək. İndi parabolanın təpə nöqtəsinin apsisi -b bölü 2 axı m. Yəni -p böl 2. Böyüdü 0 olmalıdır. Hər tərəf -1-ə vursam, daha doğrusu hər tərəfi -2-yə vururam ki, kəsirdən azad edeyim. O zaman p kiçik 0 olmalıdır. Onda p-nin -6 qiyməti bunun həlli olur. Y bərabərdir ax kvadrat plus bx plus c funksiyası x bərabər -2 olduqda 7-yə bərabər olan ən kiçik qiymət alır. Ən kiçik qiymət n-dir. N 7 olursa, deməli x -2 olanda n-i alırsa, onda həmin x elə m deməkdir. -2 deməkdir. Çünki m-ə uyğun qiymət n ola bilər. İndi burada deyir ki, ən kiçik qiymət alır. X 0 olduqda isə funksiyanın qiyməti 15 olur. X-ə 0 verəndə y 15 olursa, X-ə 0 verəndə C qalıraq, onda C 15-dir. ABC əmsallarını deyir tapın. Gəlin tapaq. Biz bilirik ki, m -b böl 2a-dır. -b bölək 2a. Deməli, C də var. Buradan da tapaq. -b bölü 2a bərabərdir -2-yə. Çarpaz vuranda b bərabərdir 4a-ya. Sonra n isə 4 vuraq a, yəni a ilə a-dır, vur c 15, çıx b kvadrat, yəni 16a kvadrat böl 4a-dır. Yəni 4a bərabərdir n 7-yə. Deməli, vuranda olur 60a çıx 16a kvadrat bərabər 28a. Hamısını sağa keçirsək, 16a kvadrat çıx 32a bərabər 0. 16a-nı mötərizə xaricində çıxarsam, a çıx 2 bərabər 0. A 0 olar və 2 olar. A 0 ola bilməz, boş çoxlu. Çünki söhbət kvadratik funksiyadan gedirsə, A fərqli 0 olmalıdır. A 2 olacaq. A 2-dirsə, B 4A-dırsa, B 8 olacaq. C də 15-dir. A 2, B 8, C 15. Otuz dördüncü suala baxırıq.
Baxaq 34-cü sualın həllinə. Deyir ki, m2 - 5 nöqtəsi mənfi 2x kvadrat plus k plus 2 vur x plus 2 funksiyanın qrafikinin simmetriya oxu üzərindədir. Uşaqlar, parabola ərisinin simmetriya oxu deyəndə, bax burada çəkilir. Parabola ərisinin simmetriya oxu deyəndə, bax bu nəzərdə tutulur. Yəni buna nəzərən simmetrikdir bu əyri. Bu simmetriya oxu təpə nöqtənin apsindən keçir. Görürsünüz? Deməli, simmetriya oxunun tənliyi deyəndə m nəzərdə tutulur. Məsələn, x bərabər 3-dürsə, deməli m 3-dür. Yəni bu mənada. İndi funksiyanın qrafiki simmetriya oxu üzərindədirsə, m2 - 5 nöqtəsi bunun üzərindədirsə, deməli birinci verilən x-dir. X 2-dir. X onda 2 bu simmetriya oxunun tənliyidir. Tənliyi 2-dirsə, onda biz deyirik ki, elə M2-dir. Çünki M-dən keçir o düz xətt. M2-dir. M də mənfi B, yəni K plus 2 bölü 2A-dır. Yəni mənfi 4. 2A mənfi 4 eləyir. Bərabər olmalıdır 2-yə. Çarpaz orada K plus 2 bərabər olur 8-ə, K da olur 6. Bizdən soruşduğu deməli K-nın qiymətidir. Təpə nöqtəsinin yox, ordinatıdır daha doğrusu. K6-dırsa parabolun təpə nöqtəsinin ordinatını istəyir. Onda gətirək yazaq burada funksiyada K-nın yerinə. Mənfi 2x kvadrat K6-dırsa plus 8x plus 2. Təpə nöqtəsinin ordinatı da n-dir. Yəni 4ac çıx b kvadrat bölü 4a-dır. 4 vur mənfi 2 eləyir mənfi 8 vur c də 2-dir. Mənfi 16 mənfi 16 böl çıx b kvadrat, yəni b-nin yerində 8 durur. Yəni çıx 64 böl 4a, yəni mənfi 8. Yuxarıda alırıq mənfi 80, mənfi 80 böl mənfi 8. Cavab müsbət 10. Y variantı. Otuz altıncı suala baxırıq. Ax kvadrat plus bx plus c bərabər 0 tənliyin həqiqi kökləri yoxdur. Həqiqi kökləri yoxdursa, diskriminant mənfidir. Deməli, uşaqlar, ya qollar yuxarıdır, ya da qollar aşağıdır. Amma diskriminant mənfidirsə, həqiqi kökü yoxdursa, apsis oxunu nə kəsməz, nə toxunmaz. İndi belə olan halda bunun ən böyük tam qiyməti məlumdur. C parametrinin ən böyük tam qiyməti C mənfi 1-dir. Belə olan halda isə C parametrinin deməli ən kiçik tam qiyməti məlumdur. Məlumdur ki 1 olacaq. İndi A plus B plus C kiçik 0 veribsə, onda məsələn bizim funksiyamız kvadratik funksiya olduğu üçün ax kvadrat plus bx plus c-dir. Biz x-ə 1 versək, məsələn f1-i tapsaq, a plus b plus c qalır. İndi o da deyir ki, a plus b plus c kiçikdir 0. Deməli, fx funksiyası, yəni f1, f2, f3, fx funksiyası 0-dan kiçikdir. 0-dan kiçiksə funksiya oxu y oxudur. Onda funksiya mənfi qiymət almalıdır. Yəni aşağıda olmalıdır. Bu hissədən söhbət gedir. Bu hissədə olmalıdırsa, onda C ən böyük tam qiymət mənfi 1 alacaq. Bu qədər. Otuz səkkizinci suala baxaq. Deməli, m parametrinin hansı qiymətlərində funksiya x-in istənilən həqiqi qiymətlərindən müsbət qiymət alır? Müsbət qiymət alırsa, bu böyüdür 0 yazmalıyıq. Yəni, m plus 2 vur x kvadrat plus m plus 2 vur x üstə gəl m minus 2 böyüdür 0. Yəni, buna deyirlər, həmişə müsbət olmalıdır. Həmişə müsbətlik şərti a böyüdür 0 olmalıdır. Deməli, həmişə müsbətlik şərti belədir.
A böyüdür 0, D kiçik 0. Həmişə mənfili şərtində də A kiçik 0, amma D yenə kiçik 0. İndi burada A n plus 2'dir. N plus 2 böyüdür 0. Diskriminant da B'nin kvadratı. B'nin yerində n plus 2 durur. İkisinin əmsalı. Çıx 4 vur A. A da n plus 2'dir. Vur S. S də x-dən sonraki ifadədir. M çıx 2. Kiçik 0 olmalıdır. Baxaq. Görək nə alınır. M böyüdür mənfi 2 burada alınır. Buradan da M plus 2'ni mötərizə xaricinə çıxartsaq, qalacaq M plus 2. Çıxaq 4 vuraq M minus 2. Kiçikdir 0. İndi aşağıdakını gəlin həll edək. M plus 2 vuraq. Açacam M plus 2 çıx 4 M plus 8. Kiçikdir 0'dan. M plus 2 vurulsun. Deməli 10 çıxaq 3 M. Kiçikdir 0. İndi bunu intervallar üstündən həll edək. Mənfi 2 bir də 3 tam 3'də 1. 3 tam 3'də 1. Deməli, baxıram ki, 3 tam 3'də 1'dən böyük. Məsələn, 4 versək, bura mənfi olur, 10 çıx 3'in. Amma 4 plus 2 müsbət olur. Hasil mənfi, müsbət, mənfi. Kiçik 0 dediği üçün buranı götürərik, bir də buranı. Yekunda cavab, çünki en böyük mənfi 2-də var axı. Yekun cavaba baxaq. Deməli, mənfi 2-dən sola, 3 tam 3'də 1'dən sağa, bir də mənfi 2'dən böyük. Kəsişmə M daxildir. 3 tam 3'də 1'dən müsbət sonsuzluğa. Yəni M böyükdür 3 tam 3'də 1 kimi də yaza bilərik. Bu bizə verəcəkdir A variantını. Yaxşı sualdı, yadda saxlayın. Deməli 39-cu suala da baxaq. Deyir ki, bu da bizə çox lazımlı sualdır. Bunu özünüz bəlkə sərbəst yaza bilərdiniz, amma mən yenə də istədim özüm deyim. N parametrinin hansı qiymətlərində funksiya x-in istənilən həqiqi qiymətdən mənfi qiymətlər alar. Yəni nx kvadrat plus n çıx 2 vur x plus n çıx 2 kiçik 0 olar. Burada həmişə mənfilik şərti ödənməlidir. İndi bayaq dedik, A kiçik 0, yenə də D kiçik 0. İkisində də D kiçik 0 olur. İndi baxıram ki, A-nın yerində n durur. N kiçikdir 0. B kvadrat, yəni n minus 2'nin kvadratı çıx 4A vur S. Kiçikdir 0. Baxaq. N kiçikdir 0. N minus 2'ni mötərizə xaricinə çıxartsam, N çıxaq 2. Mənfi 4 N. Deməli, N minus 2'ni mötərizə xaricinə çıxartdımsa, deməli, burada qaldı mənfi 4 vuraq N. Kiçikdir 0'dan. İndi aşağıdakını həll edək ayrılıqda. N minus 2. Yuxarıda qaldı mənfi 3 N çıx 2. Kiçikdir 0. Mənfi 1'i buradan çıxardıram mötərizə xaricinə. N çıx 2 3n plus 2 olur. Kiçikdir 0. Hər tərəf mənfirə vursaq n çıx 2 3n plus 2 böyüdür 0 olar. İşarə dəyişir bərabərində mənfiyə vuran zaman. İntervallar üstündən həll edirik. Mənfi 3'də 2 ilə 2. 2'dən böyük ədəd 3 versək müsbət, mənfi, müsbət. Bura və bura.
Yekun cavab ədəd oxu çəkirik. Mənfi sonsuzdan mənfi 3-2-yə. 2-dən müsbət sonsuzluğa. Bir də 0-dan sol tərəf. Mənfi sonsuzdan 0-a. Kəsmə düşür. N daxildir. Mənfi sonsuzluqdan mənfi 3-2-yə. Biz bunu belə də yaza bilərik. N kiçikdir. Mənfi 3-2-dən. Baxırıq ki, buna uyğun cavab deməli N kiçik mənfi 3-2 C variantıdır. Bu da maraqlı sual idi. Növbəti sual 40-cı sual olacaq. Bu da lazımlı suallardandır. Deməli, rasional əmsallı y bərabər x kvadrat plus px plus q funksiyasının qrafiki ox oxunu absisi kök 3 minus 1-in kvadratı olan nöqtədə kəsirsə p plus q-nü tapın. Əvvəla kök 3 çıx 1-in kvadratını açaq. 3 çıx 2 kök 3 plus 1 bərabərdir 4 çıxaq 2 kök 3. Əgər kökün biri 4 minus 2 kök 3-dürsə, rasional əmsallı deyərsə, mütləq ikinci kök bunun qoşması olmalıdır. Viet teoreminə görə x1 plus x2 mənfi p-dir. x1 vur x2 isə q-yə bərabərdir. Yəni, x1 ilə x2-ni toplayanda 8 bərabər mənfi p, p mənfi 8-dir. x1-i x2-yə vuranda 16 çıx 12 bərabərdir q, q 4-ə bərabərdir. Bizdən soruşur p plus q cəmi neçədir? Mənfi 4-dür. Y variantıdır. Y bərabərdir mənfi x kvadrat plus 2x plus 12 funksiyasının ən böyük qiymətini tapın. Ən böyük, ən kiçik qiymət hər ikisi bu düsturla tapılır. 4ac çıx b kvadrat böl 4a. 4 vur mənfi 1 vur 12 mənfi 48 çıx 4 böl mənfi 4. Cavab müsbət 13. Funksiyanın qrafiki 3-15 nöqtəsindən keçirsə, onun təpə nöqtəsinin koordinatları cəmini tapın. X-i 3, Y-i 15 olan nöqtədən keçir. Yazırıq 15 bərabərdir 3-ün kvadratı plus 3 plus C. 15-dən 12-ni çıxırıq 3. Funksiyamız x kvadrat plus x plus 3-dür. Təpə nöqtəsinin koordinatları M və N-dir. M bərabərdir mənfi B bölü 2A. Yəni, mənfi 1 bölü 2, mənfi 2-də 1. Təpə nöqtəsinin ordinatı. Ya istəyirsiniz x-in yerinə elə mənfi 2-də 1 yazın, N-i taparsınız. Ya da birbaşa N-i tapıram. 4AC çıx B kvadrat böl 4A. 4 vur 1 vur 10, yox, S3-dür. 4 vur 1 vur 3, 12. Çıxaq B-nin kvadratı, yəni 1, bölək 4A 4. Bu da 4-də 11-dir. İndi bunların cəmini istəyir, M plus N-i. Mənfi 2-də 1 ilə 4-də 11-i toplasaq, bu da 4-də 9 edər. 4-də 9 da 2 tam 100-də 25 edəcək.
P parametrinin hansı qiymətində funksiyanın ən kiçik qiyməti 6-ya bərabər olar? Yenə də ən kiçik qiymət deyirsə, n-i nəzərdə tutur. n 6 olar. 6 bərabərdir 4ac, yəni 4p çıx 4 böl 4a. 4p çıx 4 bərabər 24. 4p 28, p də 7 olar. Qırxaltıncı sualın əlinə baxaq. M parametrinin hansı qiymətində funksiyanın qrafiki apsisxona koordinat başlanğıcından solda toxunur? Funksiyanın qrafiki apsisxona koordinat başlanğıcından solda toxunursa, parabolanın təpə nöqtəsinin apsisi M deməli mənfi olur. Solda toxunduğu üçün. Amma təpə nöqtə apsisxo üzərində olanda n də 0 olur. Parabolanın təpə nöqtəsi ordinatı da 0 olur. İndi burada baxırıq nəyə? N nəyə bərabərdir? 4ac çıx b kvadrat böl 4a. Əvvəla qoy xatırlama edeyim. Burada a 1-dir. B-nin yerində 2m plus 2 durur. C-nin yerində 1 minus 4m durur. Deməli uşaqlar, m kiçikdir 0. N bərabər 0'dırsa, yəni 4ac, 4 vur 1 vur 1 minus 4m. Yəni 4ac 0 bərabərdir. 4ac nəyi verir? 4 çıx 16m. Çıxaq b-nin kvadratı, yəni 2m plus 2'nin kvadratı bölək 4a. Çarpaz vuranda bu 0'a gedəcək. Qalacaq 4 çıx 16m çıx 4m kvadrat çıx 8m çıx 4. 4'lər gedir. Sağa keçirsək 4m kvadrat çıx 24. Daha doğrusu üstə gəl 24m bərabər 0. 4m'i mötərizə xaricdən çıxarsam m plus 6 bərabər 0. M 0, m mənfi 6. İndi sual belədir. M-in hansı qiymətində? İndi biz m-i 2 dənə qiymət aldıq. İndi təpə nöqtəsinin apsisi soldadırsa, yəni mənfi b, yəni burada yazacağım. Əvvəla sizə bir şey deyim. Bu m-lə misalda verilən m-i qarışdırmayın. Qarışdırmamaq üçün mən burada nə etmək istəyirəm? Bu m-i silirəm. Haradakı misalın özündə də m veribsə, çalışın m yox, x0 yazın. Yəni x0 mənfi olsun. O hərflər eyni hərflərdir deyə qarışdırmıyor. Amma mahiyyətcə eyni deyil. İndi mənfi b, b-nin yerində durur 2m plus 2. Mənfi b böl 2a. Kiçik 0 olmalıdır. Hər tərəfi mənfi 2'yə vursaq, 2m plus 2 böyüdü 0. Buradan alıram ki 2m böyüdü mənfi 2'dən, m böyüdü mənfi 1'dən. Mənfi 1'dən böyük 0'dır. Yəni m 0 götürərik. Mənfi 6 götürə bilmərik. Cavab 0. Baxaq 47-ci sualın əlinə. Deyir ki, simmetri oxunun tənliyi x bərabər mənfi 3'dür. Mən dedim ki, simmetri oxunun tənliyi m deməkdir. Yəni m mənfi 3'dür. Yəni mənfi b böl 2a mənfi 3'dür. İndi burada m hərfi varsa, bayaq da dedik, belə olan halda m hərfi yazmırıq biz. Təpə nöqtəni m yox, x0 kimi yazırıq. Çünki parabolanın təpə nöqtəsinin apsisi m'dir, ona x0 da deyirlər. Ordinatı n'dir, ona y0 da deyirlər. Deməli, buradan da çarpaz vursaq elə b bərabər olur 6a-ya. Keçək növbəti həllə. İndi nə deyir? Burada deyir ki, funksiyanın qrafikin təpə nöqtəsinin apsisxo üzərində yerləşirsə. Funksiyanın qrafikin təpə nöqtəsi apsis oxu üzərində yerləşirsə,
Ya belə olar. A müsbətsə qollar yuxarı, ya belə olar. Deməli, ordinatı bayaq dedik 0 olmalıdır. Əgər parabolanın təpə nöqtəsi apsix üzərindəsə, eni ordinatı 0-dır. Yəni 4AC, yəni 4 vur 1 vur n çıx b kvadrat, deməli b bölü 2a aysa çıx b, deməli m minus 1-in kvadratı 4ac çıx b kvadrat böl 4a bərabərdir 0 olmalıdır. 4n çıxaq m çıxaq 1-in kvadratı. İndi buradakı n bu n deyil. Yenə də təpə nöqtəni biz ordinatın y0 götürək. Alınana baxaq. İndi B6A burada almışıq. Burada aldığımız bu B bərabər 6A-dan nə edəcək? B-nin yerində m çıx 1-də axı yazıram m çıx 1 bərabərdir 6A-ya. İndi A neçədir? 1. X kvadratın əmsalı 1-dir. A 1-dir. Yəni A 1-dir. Onda m çıx 1 bərabərdə 6 yazıram. M bərabər olur 7-yə. M 7-dirsə, bax burada 4n minus M 7-dirsə 7 çıx 1 6-dır. Kvadratı 36 bərabər 0. 4n bərabər 36. N bərabərdir 9-a. İndi bizdən M plus N cəmini soruşur. M-i 7, N-i 9 almışıq. Bunların cəmi 16-dır. Yaxşı sualdır. K parametri hansı qiymətində funksiyanın qrafiki apsis oxuna toxunur? Əgər funksiyanın qrafiki apsis oxuna toxunursa, dedi ki, indi burada nə edəcəyik? Apsis oxuna toxunursa, m müsbət də ola bilər, mənfi də ola bilər. İndi baxır, sağda toxunur, solda toxunur, amma n 0-dır. Bir də parabolanın təpə nöqtəsi apsis oxuna toxunursa, bunda diskriminant həmişə 0 olur. Kəsirsə, 2 müxtəlif kökü olduğu d böyüdür 0. Toxunmursa, kəsmirsə d kiçik 0. Toxunursa d bərabər 0. Çünki burada x1, x2-yə bərabər olur. Köklər bərabər olur bir-birinə. İndi diskriminant A-nın yerində durur 2k minus 5. B-nin yerində mənfi 2 vurulsun k çıx 1-dir. C-nin də yerində 3 durur. Diskriminant da b kvadrat çıx 4ac-dir. Bərabər 0-a. Yəni, mənfi 2-nin kvadratı 4, vuraq k minus 1-in kvadratı çıx. 4 vur C 3-dür, 12 vur A-nın yerində 2k minus 5 bərabər 0. Gəlin bunu açaq. 4 vuraq k kvadrat çıx 2k plus 1 çıx 24k üstə gəl 60 bərabər 0. 4k kvadrat çıx 8k plus 4 minus 24k plus 60 bərabər 0. 4k kvadrat çıx 32k üstə gələk 64 bərabər 0. Hər tərəfi 4-ə bölsək, üstür alınır burada. K bərabər 4. M-in hansı kiçik tam qiymətdə parabolanın təpə nöqtəsi 1-ci rübdə yerləşir? Deməli, x kvadratın əmsalı müsbətdir, A müsbətdir, qollar yuxarı olacaq. 1-ci rübdə yerləşirsə, deməli, parabolanın təpə nöqtəsinin M də müsbət olur. Burada m verib, onda biz x0, buraya y0 yazırıq. Onda x0 da müsbət olmalıdır, y0 da müsbət olmalıdır.
birinci rübdə yerləşdiyinə görə. İndi baxıram. X0 mənfi B böl 2 adı, yəni M-də. Mənfi 2 vuraq M çıx 5 böl 2 böyüdü 0. Hər tərəfi demək 2-lər getdi. Mənfi 1-ə vuranda M çıx 5 kiçik 0. M kiçikdir 5-dən. Sonra Y0 isə 4AC çıx B kvadrat böl 4 adı. Yəni 4 vuraq 1 vur C M kvadrat 4M kvadrat çıx 2 vur M minus 5'in kvadratı da eləyir 4 vur M çıx 5'in kvadratı. Bölək 4-a müsbət olmalıdır. Hər tərəfi 4-ə vursaq 4-lər gedəcək. Olacaq deməli 4M kvadrat çıxaq 4 vur M minus 5'in kvadratını açsaq 4M kvadrat çıx 4M kvadrat üstə gəl 40M çıx 100. 4M kvadratları gedir. 40M böyüdü 100'dən. M böyükdür. Deməli sıfırlar gedir. 2/5'dən. M böyükdür 2/5'dən. M kiçikdir 5'dən. Yekun cavab. M daxildir 2/5 5 aralığı. Soruşulur. M-in hansı kiçik tam qiyməti? Bu aralıqda ən kiçik tam qiymət 3'dür. Gəldik, maraqlı bir sualdır. Deyir, əmsalları tam ədədlər olan fx bərabər ax kvadrat plus bx plus c və jx bərabər dx kvadrat plus yx plus c funksiyaları üçün c-nin ala biləcəyi ən kiçik qiyməti tapın. Birinci fx funksiyası üçün baxaq. A vurulsun. Köklər mənfi 5, mənfi 1-dirsə, x minus x1, x minus x2 düsturuna görə x plus 5, x plus 1-dən yazırıq. Bərabərdir. A vuraq. Gəlin bunu açaq. X plus 5'i x plus 1'ə vuraq. İndi keçək jx funksiyasına. İndi burada x kvadratın əmsalı d-dir. D vurulsun. Burada təpə nöqtə var. 3. Apsis oxu üzərində olduğu üçün n 0'dır. Onda olacaq x minus 3'ün kvadratı. Gəlin açaq. Bizə deyir ki, əmsalları tam ədədlər olan bu funksiyalar üçün c-nin ala biləcəyi ən kiçik qiyməti tap. Yəni, c buradakı kəsişmə nöqtəsidir. İndi baxıram ki, sərbəst həddir də c. C 5A-dır. Bir də c 9 dedi digər funksiyada. Yeni bir nöqtə kəsişibsə, onlar bərabərdir. Bunda 5A-nı bərabər eləsək 9 deyə. A-ya 9K yazarıq. D-yə də 5K. İndi A 9K, D 5K'dırsa, onda C 5 vur 9K 45K olur. C və yaxud da 9 vur D-dirsə, 9 vur 5 yenə 45K olur. C ikisində də onsuz da eyni C-dir.
S 45K-dır. İndi bizdən soruşur ki, S-nin ala biləcəyi ən kiçik qiymət K ən kiçik, uşaqlar, K ən kiçik 1 ola bilər. Onda S də 45 vur 1, 45-ə bərabərdir. Yəni ən kiçik natural ədəd 1-dir. Baxaq. Funksiyalar üçün uyğunluğu müəyyən edin. Əslində rahat suallardır. Qrafiki ordinat oxunu 0,1 nöqtəsində kəsir. Yəni x-ə 0 verəndə y 1 eləməlidir. Görək hansı sualın cavabı hansında 0 yazanda x-ə y-i 1 eləyər? Üçüncüyə. Deməli 3-ə A uyğun gəlir. Sonra qrafik absokunu iki müxtəlif nöqtədə kəsir. İki müxtəlif nöqtə kəsirsə x-in 2 dənə müxtəlif qiyməti olmalıdır. Yəni x-i kəsən nöqtədə y 0-dır. Məsələn, birinciyə baxaq, y-ə 0 versək, x kvadrat çıx 1 0-dır. X kvadrat müsbət 1, x müsbət mənfi 1. 2 dənə qiymət alır. Deməli, x-i 2 yerdə kəsir. Onda B variantı 1-ə uyğun gəlir. Sonra qiymətlər çoxluğu 1 müsbət sonsuzluğudur. Yəni, qiymətlər çoxluğu birinciyə baxaq. Mənfi 1-dən başlayır. N mənfi 1-dir çünki. Mənfi 1 müsbət sonsuzluqdur. Mənfi 1 müsbət sonsuzluqdursa birincidə elə D variantı 1-ə uyğun gələcək. Sonra ikinciyə baxaq. Qiymətlər çoxluğu N yoxdur burada. Yəni 0-dır. Mənfi sonsuzdan 0-adır. Bu deyil. Sonra üçüncüyə baxaq. Bəli, müsbət 1, A da müsbətdir. 1-dən başlayır müsbət sonsuzluğa. C variantı 3-ə uyğun gəlir. Məlumdur ki, Y 2-ə uyğun gələcək. Gəlin yoxlayaq. X-ə 1 verəndə Y 0 eləyir. Bəli. X-ə 1 verəndə Y 0 eləyir. Bəs deyə bilərsiniz ki, Y 1-ə də uyğun gəlir. X-ə 1 verəndə Y 0 eləyir. Amma Y 2-ə uyğun gələcək. Niyə 1-ə uyğun gəlmir? Çünki qrafik absokuna toxunur deyir. Amma birincidə parabola əyrisi, bax, birincinin qrafikini çəkirəm sizin üçün. Birincinin qrafiki belədir. Mənfi 1 olanda bir vahid biz dedik ki, aşağı düşürük. Qollar amma yuxarı olur. Bu absokuna toxunmur, absokunu kəsir. Amma ikincidə n yoxdur deyə, bax, ikincinin qrafikini buradan çəkirəm sizin üçün. Mənfi isə qollar aşağı, minus 1 olanda bir vahid sağa sürüşürük. Qollar aşağıdır və bu, bəli, absokuna toxunan əyridir. Toxunur deyir Y variantında. Ona görə 2-yə uyğun gəlir Y-də, 1-ə uyğun gələ bilməz. 1-də çünki absokunu kəsir. Burada deyir ki, fx bərabərdir ax kvadrat plus bx plus c funksiyasının qrafiki verilib. AB 4 və B mənfi 3 0 nöqtəsidir. Yəni, x-i mənfi 3-dür. Y-i 0. İndi məsafə 4-dürsə, onda A 1-dir. Y-i 0 olar. Burada da mənfi 3 0 yazacağıq. Deməli, mənfi 3-dürsə B nöqtəsi, A-dan B-yə məsafə 4-dürsə, onda A 1-dir ki, mənfi 3 olsa da nöqtə, məsafə 3-dür axı. Üstünə 1 gələndə 4 eləyər. X ox üzərində də Y 0-dır deyə 1 0 yazırıq. İndi baxıram. Bizə verilənlərə görə A çıx B çıx C-ni soruşur. İndi gəlin yazaq. Biz x-in yerinə bir dəfə mənfi 3, fx-in yerinə 0 yazacağıq. Mənfi 3 yazsaq 9A çıx 3B. C-ni bizə verir. Bax, C Y oxun kəsdiyi nöqtədir. 3-dür. Bəli, C-ni bizə verib 3-dür. Plus 3 bərabərdir 0-a. Bir dəfə də x-in yerinə 1, y-in yerinə 0 yazacağıq. X-in yerinə 1 yazanda A plus B plus 3 bərabərdir 0. Sistemi alıram. Deməli, aşağını A-nı tapmaq üçün aşağını mənfi 3-ə vuracam. Mənfi 3-ə vurub toplayacam. Daha doğrusu mənfi 3-ə yox, müsbət 3-ə ilə vuracağıq. Əslində vurmasaq da olar. Çünki elə
Yuxarını 3-ə bölə bilirik. Yuxarını 3-ə bölsək, 3a minus b plus 1 bərabər 0. A plus b plus 3 bərabər 0. Tərəfləri toplasaq, b'lər gedir. 4a plus 4 bərabər 0. 4a mənfi 4'dür. A mənfi 1'dir. A mənfi 1'dir. İndi A mənfi 1'dirsə, burada aldığımız bu A plus B plus 3 bərabər 0'dan gəlin B'ni tapaq. Deməli, mənfi 1 üstə gəli B plus 3 bərabər 0. B bərabərdir, mənfi 1 plus 3 2'dir. Sağa keçir, mənfi 2 olur. C də 3'dür, elə verilib bizə. Soruşur A çıx B. Gəl bunu başqa rəngdə yazaq, daha sərgalan alsın. A çıx B çıx C-ni tap. Yəni, mənfi 1 çıx mənfi 2 üstə gəl 2 olur. Çıx 3. Deməli, bu da eləyəcək mənfi 2. Deməli, baxırıq. K parametri hansı qiymətində qrafiki verilmiş bu funksiya üçün 5AO bərabər 3AB bərabərliyi doğru olar. Mütənasiblik əmsalı AO-ya 3K, AB-yə 5K deyə bilərik. Prosta misalın özündə K hərfi var deyə K deməyək. Gəlin T deyək. Deməli, uşaqlar, AO-ya 3T deyək. AB-yə də 5T. Bax, AO məsafəsi 3T olsun. AB məsafəsi 5T olsun. Onda O-dan A-ya məsafə 3T-dirsə, A-nın koordinatları 3T. Baxın, A-nın koordinatları 3T 0'dır. O-dan B-yə məsafə 8T-dir. Onda B-nin koordinatları 8T 0'dır. Uşaqlar, simmetriya oxu. Gəlin M-i tapaq. M ümumiyyətlə mənfi B, yəni 11 bölü 2A-dır. Yəni mənfi 2. 5 tam onda 5'dir B. M daha doğrusu 5 tam onda 5'dir. Biz M-i başqa cür necə tapa bilərik? Gəlin bunu yazda saxlayın. Bax, buradan keçən düz xətt bayaqdır ki, simmetriya oxudur bu ox. Simmetriya oxu bura ortaya düşür, parabolanın düz ortasına. İndi x1 baxın, bu yadınızda qalsın. M həmişə belə də tapıla bilir. x1 plus x2 bölü 2. Bu M-i verir həmişə. x1 3T-dir, x2 8T-dir. 2'yə böləndə 5 onda 5 T-dir. İndi M həm 5 onda 5 T-dir, həm də 5 onda 5'dir. Onda 5 onda 5 T-ni 5 onda 5'ə bərabər edirik. T-ni 1 tapırıq. İndi T 1'dirsə, 3T 0 idi A nöqtəsi. Onda olacaq 3, 0 və gəlin bunun rəngini dəyişim. Bura olacaq 3, 0. Bura olacaq 8, 0. İndi K-nın qiymətini istəyir bizdən. Biz də bilirik ki, Viet teoreminə görə x1 vur x2 S bölək A-dır. S bölək A-dır. İndi x1 var. Demək, x1 3'dür, x2 də 8'dir. Bərabərdir. S-nin yerində durur 2K minus 6 bölək A-nın yerində də mənfi 1. 24 bərabərdir. 2K minus 6'nı mənfi 1'ə böləndə 6 çıx 2K-dır. 2K mənfi 18'dir. K da mənfi 9'dur. Keçək 63-cü sualın həllinə baxaq. Fx bərabərdir mənfi x kvadrat plus 7x plus 8 funksiyanın qrafiki üçün C6, 0 və BC OC-yə perpendikulyardır.
ABCO trapesiyanın sahəsini istəyir. Deməli, C nöqtəsinin koordinatları 6, 0-dır. Deməli, x-ə 6 verəndə y 0 olur. İndi yaxşı. Bu A nöqtəsi ki var, y oxun kəsir. Ona görə o nöqtədə x 0-dır. X-ə 0 versək f0 bərabər olur 8-ə. Deməli, həmən nöqtənin koordinatı 0, 8-dir. Yəni, bura 8 nöqtəsidir. İndi fikir verək nəyə? B nöqtəsini tapmaq lazımdır. B nöqtəsinə uyğun x 6-dır, axı C-yə baxın 6. B nöqtəsi üçün də x 6-dır. Onda x-in yerinə 6 yazıb oranı tapacağıq. Deməli, x-ə 6 verəndə f6-nı tapaq. Mənfi 36 üstəgəl 42 plus 8. Bu da eləyəcək 14. 14. Deməli, daha doğrusu x-i 6, y-i 14. Bu deməkdir ki, BC 14-ə bərabərdir. BC 14-ə bərabərdir. OC hündürlük 6-ya, AO oturacağı 8-ə. Onda bizdən trapesiyanın sahəsini istəyir deyə. S, A, B, C, O bərabərdir. Oturacaqlar cəminin yarısı 8 plus 14 böl 2. Yəni, orta xət vur hündürlük. Çünki bu, bura perpendikulyarsa, bu OC bunun hündürlüyü olur. Vur 6. Cavab olur 66. Baxırıq 64-cü sualın həllinə. Deməli, deyir ki, apsis oxunun -2, 0 və B6, 0 nöqtəsində kəsən fx funksiyasının qrafikinin təpə nöqtəsi M və N nöqtəsidir. ABC üçbucağının sahəsi 24 olarsa cədvəli doldurun. A mənfidir. Onda parabolanın qolları aşağı olacaq. Gəlin bir düzbucaqlı koordinat sistemi çəkək. Deməli, x-i -2 və 6-dır. Deməli, parabola əyrisi belə keçə bilər. Bura -2-dir, bura 6-dır. Təpə nöqtəsi necə tapılırdı? Dedik ki, elə simmetri oxuna üstə düşür. Simmetri oxu buradan keçir. -2-ni 6-nı toplayıb 2-yə bölürük. Bura 2 olur. Bu da n-dir. N olacaq. İndi n-i necə tapacaq? Əvvəla bizdə deyir ki, A, B, C üçbucağının sahəsi 24-dür. Yəni, bu nöqtə deyir ki, A-dır. Bu nöqtə B-dir. Bu nöqtə də C nöqtəsidir. ABC üçbucağından söhbət gedirsə, həmin nöqtələri birləşdirək. Nəysə, indi bacardığımız qədər belə bir şey sərgəlidir, yalınsın. İndi bu üçbucağın sahəsi 2-də 1 AH ilə tapılırsa, deməli uşaqlar, biz bu hündürlüyə n deyəcəyik. Niyə? Parabolanın təpə nöqtəsinin apsisi M 2-dir.
Bax, ordinatı buradır. Bu ordinatıdır, bu n. Buradan bura qədər olan məsafədir n. Onda bura bir n deyəlim. Burayı da eləyək. Bura bir n deyək. 3-cü ansası 2-də 1 AH-adır. 2-də 1 vur. Oturacaq -2-dən 6-ya 8-dir məsafə. Vur, hündürlük n-dir. Sahəni də 24 verib. Onda n 6-dır. N 6-dırsa bura 6-dır. Yəni, parabolun təpə nöqtəsinin apsisi 2-dir, ordinatı 6-dır. Yəni, M2-dir, N 6-dır. Təpə nöqtəsinin, baxın, burada deyir ki, M plus M cəmini tapın. Deməli, 2 ilə 6-nı toplayacaq, 8 yazarıq. Parabolun təpə nöqtəsini yerləşdiririk. Bu, bilir ki, birinci rübdür. Bura yazırıq, birinci rüb. Sonra, A plus B plus C cəminin qiymətini tapın. Bu biraz maraqlıdır. O cəmin qiyməti necə tapırıq? Əvvəla, biz bilirik ki, M bərabərdir -B böl 2A-ya. Yəni, çarpaz vuranda M-i də 2 tapmışıq. M 2-dirsə çarpaz vuranda B -4A olur. Sonra, N bərabərdir, bir də n bərabərdir 4AC çıx B kvadrat böl 4A-ya. N-i də 6 tapmışıq axı. Onda 6 bərabərdir 4AC çıx -4-ün kvadratı 16A kvadrat böl 4A. Bölək 4A. Çarpaz vuranda bir dəqiqə 16A yox, 16A kvadrat yazacaq. Çarpaz vuranda 4AC çıx 16A kvadrat bərabərdir 24A alınır. Bir də uşaqlar biz seni də buradan tapmalıyıq. Seni necə tapa bilərik? Əvvəla gəlin bunları yazaq. 4AC bərabər 16A kvadrat plus 24A. Hər tərəfi 4-ə bölsək A-ya da bölə bilərik. 4A-ya bölsək C bərabərdir 4A üstə gələk 6. Soruşduğu A plus B plus C-dir. İndi x-i -2, 0, bir də 6, 0 nöqtəsi. A-nı -2, 0, B-ni 6, 0 nöqtəsində kəsən funksiya veribsə, bir dəfə x-in yerdən -2 yazırıq. Ya da ki, belə yazacağıq. Əslində, belə də yaza bilərik. Görürsünüz ki, qrafik üzərində x-i -2, y6 yazmışam. Onda biz funksiyanı yazarıq fx bərabərdir. A vurulsun x plus 2, x çıx 6. Gəlin bunu açaq. Bunu açanda olur A vuraq. X plus 2-ni x minus 6-ya vuranda x kvadrat çıx 4x çıx 12 alırıq. Bu da bərabərdir. Vurub açanda ax kvadrat çıx 4ax çıx 12a alınacaqdır. İndi elə buradan görünür A adır, B -4adır, C-nin yerində də -12a durur. C -12adır və C-ni 4a plus 6 almışıq. Gəl onları bərabərləşdirək. -12a bərabərdir 4a plus 6. Buradan alırıq ki, -16a 6-ya bərabərdir. A da bərabərdir -8-də 3-ə. A -8-də 3-dür. Bu tapıldı. B bərabərdir neçə almışdıq? -4-ə. Yəni, -4-ü vururuq -8-də 3-ə. Bu da bizə verir müsbət 2-də 3. B də tapıldı. C bərabərdir. C -12a-da axı. Onda -12-ni vururuq -8-də 3-ə. Bu da alırıq müsbət, deməli 4-ə ixtisar gedir 2 dəfə. Bu 4-ə 3 dəfə 2-də 9. İndi bizdən tələb olunur A plus B plus C cəmi. Baxırıq, o tələb olunur, bəli.
Yekunda cavabımız olacaq -8-də 3 üstə gəl. B 2-də 3-dür. Bunu yazıram 8-də 12 üstə gələk. C 2-də 9-dur. Bunu yazıram 8-də 70 bir dəqiqə 4-də 36. Bərabərdir. Bu edir 8-də 45. Bunu da 8-ə böləndə 5 tam 8-də 5 bunun cavabı olacaqdır. Belə uşaqlar, burada A plus B plus C-nin tapılması biraz çətindir. Qalanları rahatdır. Təmkinlə işləyə bilərsiniz. Maraqlı suallardır. Diqqətlə qulaq asın, öyrənin ki, funksiyanı yaxşı mənimsəyə biləsiniz.